Azərbaycan Qəzzaya sülh məramlı göndərə bilər. Qlobal güclərin maraqlarının toqquşduğu bir məkanda rəsmi Bakının sülh və sabitliyin təminatçısı kimi iştirak etməsi ölkənin mövqeyini bir qədər də gücləndirir. Dünya yenidən şəkillənməkdədir. Qlobal güclər nəzarəti ələ almaq, münaqişələri söndürmək istiqamətində əməli addımlar atırlar. Artıq Qəzza ilə bağlı nizamlanma işləri gedir. Bu dəyişimlər Cənubi Qafqaz üçün də keçərlidir. Regionda sülh prosesinin detalları incələnir və əlaqələrin bərpası müzakirələri aparılır. Bu nizamın müəllifi sözsüz ki, rəsmi Bakıdır. Bölgənin yeni mərhələsinin mənzərəsi dünya gücləri tərəfindən qəbul və etiraf edilir. Etimad göstərilir. Elə Qəzzaya sülh məramlı qüvvələrin göndərilməsi təşəbbüsü də Azərbaycanın təkcə bölgədə deyil, ümumilikdə qlobal sabitliyə töhfə vermək əzminin göstərisidir. Böyük güclər, birinci növbədə ABŞ və eyni zamanda bölgədə də nüfuz sahibləri olan Türkiyə, Misir, Saudi Ərəbistan, Azərbaycanı yaxın şərqdə sülhü təmin etməkdə Azərbaycanın dəstəyinə və iştirakına lüzum bilirlər. Bu şekilde Azerbaycan Kosova'da da, Afganistan'da da, Irak'ta da iştirak etmişti ve Azerbaycan'ın bu misyonu uğurla hayata geçirmeye